Dostlar salam, mən Rəşad Qurbanov. Artıq uzun bir müddətdir ki, YouTube kanalımızda məni Excel dərslərindən tanıyırsınız və kifayət qədər çox sayda izləyici izlədi bizim dərslərimizi və çox sayda müsbət sözlər aldıq, müsbət rəylər aldıq. Buna görə sizə xüsusi təşəkkürümü bildirirəm. Bu gündən etibarən sizlərlə bir yerdə süni intellekt dərslərində olacağam mən. Artıq qərara gəldik ki, Handex'in YouTube kanalında süni intellektlə bağlı dərslər olsun. Təbii ki, müasir dövrümüzü artıq süni intellektsiz təsəvvür etmək qeyri-mümkündür. Çünki süni intellekt istər şəxsi həyatımıza, istər iş həyatımıza inteqrasiya olunubdur. Bütün işlərimizə bizə köməklik göstərir. Ancaq hələ də çox təəssüflər olsun ki, süni intellektdən tam doğru formada istifadə olunmur və biz qərara gəldik ki, ümumiyyətlə süni intellekti öz köməkçimizə necə çevirə bilərik, o barədə danışaq. Gəlin vaxt itirmədən keçək dərsimizə. Bugünkü ilk dərsimizin mahiyyəti mənim haqqımda qısa məlumat və ümumiyyətlə süni intellekt dərsləri zamanı nələrdən danışacağıq, digər detallar haqqında danışacağıq. Gəlin başlayaq. Deməli, burada gördüyünüz kimi belə bir təqdimat var. Mən istəyirəm ki, bu təqdimatı başladım. Mən 9 illik bir iş təcrübəm var və hal-hazırda Handex Təhsil Mərkəzinin təsis və direktor vəzifəsində çalışıram. İş təcrübəsindən ziyadə 9 illikdə bir təlim təcrübəm var və təcrübə müddətində, gəlin burada bunu aktivləşdirək. Bu təcrübə müddətində, təlim təcrübəsi müddətində data analitika, Microsoft Excel və Microsoft Excel'in beynəlxalq sertifikatına hazırlıq təlimlərini həyata keçirmişəm. Microsoft sertifikatlı təlimçiyəm, hansı ki MCC dediyimiz birazdan bunu da göstərəcəm və əsas ixtisas sahəm düzdür, mənim data analitik, biznes analitik, hesabatlıq üzrə mütəxəssis olmuşam və son 2 ildir ki, artıq süni intellekt üzərindən istər layihələr olsun, istər agentlərin qurulması olsun, istərsə də digər məsələlərdə aktiv iştirak edirəm və 6 beynəlxalq sertifikat sahibiyəm. Və hal-hazırda ekranda mənim nominasiya və beynəlxalq sertifikatlarımın bəclərini, yəni nişanlarını görürük. Birinci Microsoft Certified Trainer dediyimiz MCT, sonra MCA, sonra Microsoft Office Specialist Expert, hansı ki bunun içərisində bir neçə beynəlxalq sertifikat var. 2 süni intellektlə bağlı, yəni Copilot-la bağlı burada sertifikat var. Microsoft Certified dediyimiz birincisi AI Transformation Leader, ikincisi isə AI Business Professional. Sonuncu sertifikatım isə mənim Power BI-in beynəlxalq sertifikatı olan PL300 dediyimiz beynəlxalq data analitika sertifikatıdır və biz o sertifikatları burada bu formada real görüntülərini də görə bilərik. Demək, növbəti slaydımız Handex haqqındadır. Mən dediyim kimi, hal-hazırda Handexin təsisi və direktoru olaraq fəaliyyət göstərirəm və Handex 2021-ci ildən ölkəmizdə fəaliyyət göstərir və bizim əsas işimiz müasir iş dünyasının tələblərinə cavab verən texniki, rəqəmsal və biznes bacarıqları üzrə ixtisaslaşmış təhsil mərkəziyik, təhsil şirkətiyik. Növbəti slaydda mənim Udemy-də dərsim var. Yəqin ki, artıq bu videonu izləyənlərin bir çoxu bu dərsi əldə edib baxıblar və hal-hazırda ölkəmizdə Microsoft Excel üzrə Udemy-də ən yaxşı dərslərdən biridir. 435-dən çox orada iştirakçı var və ümumi qiymətləndirmə 4.8-dir. Bunlar isə mənim YouTube-da olan dərslərimdir. Hal-hazırda YouTube kanalımızda 20 mindən çox izləyici var və YouTube kanalımızda 4 istiqamət üzrə mən dərslər tədris eləmişəm. Excel qrafiklər və vizual təhlil dərsləri var orada. Ümumiyyətlə sıfırdan Excel dərsləri var, Pivot Table dərsləri və Microsoftun beynəlxalq sertifikatı olan Microsoft Office Specialist Excel Expert dərslərinin tədrisini həyata keçirmişik. Demək yoldaşlar, bu nədir? Bu LinkedIn newsletterdir. Hansı ki, LinkedIn hesabıma daxil olaraq, baxın, mən sizə bunu bu formada da göstərə bilərəm. Mənim LinkedIn hesabıma daxil olsanız, burada aşağı hissəyə gələndə, baxın, bu hissədə newsletter deyilən bir bölmə var. Hal-hazırda 8343 izləyici var. Newsletter məqalələrimi yerləşdirə biləcəyimiz bir platformadır. Baxın, burada süni intellektlə, Copilot-la və Copilot-ın detalları ilə bağlı maraqlı məqalələr var və hər birinizə tövsiyə edirəm ki, mütləq o məqalələri oxuyun, izləyin. Ümumiyyətlə 9 il ərzində biraz öncə də dediyim kimi iş təcrübəmdən ziyadə həmçinin təlim təcrübəm olubdur və 9500-dən çox tələbəyə fərdi və qrup formatında təlimlər, master klasslar və seminarlar keçmişəm. Baxın, burada bir hissəsini yerləşdirmişəm. Qruplarda müəyyən şəkillər var. Növbəti hissə kitabla bağlıdır. Eyni zamanda ölkəmizdə ən çox satılan və hal-hazırda ciddi maraq doğuran Excel cibinizdə kitabının müəllifiyəm. Keçən ay, yəni may ayında, 2026-cı ilin may ayında bizim kitabımızın ikinci nəşri çapdan çıxdı və ikinci nəşrin ən üstün tərəfi süni intellekt əlavəli idi. Yəni bizim kitabda Microsoftun süni intellekt aləti olan Microsoft Copilot, hansı ki bizim bütün dərs prosesimiz, elə süni intellektlə bağlı dərs prosesimiz bu süni intellekt aləti üzərindən gedəcək. Microsoft Copilotla bağlı orada Excel-də istifadə edəcəyiniz bütün detalları yerləşdirmişik. Növbəti təqdimat isə mənimlə əlaqədir, hansı ki siz
istər LinkedIn-dən, istər burada göstərdiyim e-mail adresi vasitəsilə mənimlə əlaqə saxlaya bilərsiniz. İndi gəlin keçək proqramımıza. Növbəti təqdimat proqram haqqındadır. Ümumiyyətlə bizim bu dərslərimizdə nələr tədris olunacaq? Burada detalları qeyd etmişəm. Bildiyiniz kimi müxtəlif süni intellekt alətləri var. Biz gündəlik həyatımızda bizə hansı uyğundursa ondan istifadə edirik. Ancaq mənim ən sevdiyim, digər süni intellekt alətlərindən çox fərqlənən bir süni intellekt aləti olan Microsoft 365 Copilot haqqında danışacağam mən və bizim bütün dərs gedişatından nümunələrimiz, bütün iş prosesi ilə bağlı nümunələr və digər detallar elə birbaşa bu süni intellekt aləti üzərindən olmuş olacaq. Demək, yoldaşlar, ümumi dərsləri modul qeyd eləmişəm burada. Burada hansı modullar var? Qısa onun üzərindən keçək və sizdə də bir fikir formalaşsın. Ümumiyyətlə birinci modul giriş olacaq. Giriş hal-hazırda danışdığımız təlimçi haqqında məlumat və tədris planı haqqında məlumatdan ibarətdir. Ümumiyyətlə süni intellekt nədir? Çünki bizim bu dərslər tam sıfırdan olacaq. Biz birbaşa açıq proqram üzərində promptlar verib orada işləməyəcəyik. Süni intellekt nədir? Necə işləyir? Əvvəllər hansı formada var idi, amma biz onun süni intellekt olduğunun fərqində deyildik. Süni intellektin background olan LLM nədir? Hansı formada işləyir? Onlarla bağlı detallar qeyd olunubdur. Baxın, burada hər bir məsələ ilə bağlı detallı məlumat var. İkinci modul bizdə olacaq. Ümumiyyətlə Copilot haqqında başlayacaq Copilot-ə giriş etməyə. Copilot nədir və Microsoft niyə qərara gəldi ki, bir süni intellekt aləti yaratsın? Copilot-ın digər süni intellekt alətlərindən mühüm bir neçə fərqi var. Onlardan danışacağıq ikinci modulda. Copilot-ın hansı növləri var və o növlərin hər biri hansı işləri yerinə yetirir, onlara baxacağıq. Ümumiyyətlə Copilot-ı kompüterinizdə, yəni aktiv eləmək üçün lisenziyalar var, hansı ki siz onun daha detallı istifadə etmək üçün, xüsusilə də Microsoft 360 Copilot dediyimiz bu versiyanı əgər kompüterinizdə istifadə etmək istəyirsə bir lisenziya almalısınız. O lisenziya necə alınır? Admin Center'da necə aktiv olunur? Tenant nədir? Və digər detallarla bağlı burada danışacağıq. İkinci modul ümumiyyətlə Copilot ilə quraşdırılma haqqında olacaq. Artıq 3-cü moduldan etibarən biz başlayacağıq işin içərisinə daxil olmağa. Copilot Chat, hansı ki, gəlin elə burada keçək bu hissədən baxaq. Copilot Chat nədir? Copilot Chatın içərisində və Copilot-ı digər süni intellekt alətlərindən fərqləndirən ən vacib məsələ Work IQ dediyimiz Work IQ-dan danışacağıq. Çünki Copilot Chat iki rejimdə işləyə bilir. Bir web rejimdə, hansı ki siz birbaşa internet resurslarına, mənbələrinə istinad verib orada detalları araşdıra bilərsiniz. İkinci isə Work rejimi dediyimiz sizin SharePoint olsun, OneDrive olsun və digər iş mühitinizdə olan sənədlərinizə birbaşa icazə verirsiniz ki, oradakı sənədlərə, oradakı fayllara, oradakı Excel fayllarına, oradakı Teams söhbətlərinizə inteqrasiya edib sizə oradakı məsələlərdən detallı bir şey çıxardıb verə bilər. Çox möhtəşəm bir şeydir. Və burada ən vacib danışacağımız mövzu effektiv prompt yazmaqla bağlı olacaq. Təbii ki, hal-hazırda düşünürük ki, hər birimiz çox yaxşı prompt yazırıq, çox yaxşı işləyirik. Ancaq onun xüsusi bir qaydası var. Necə düzgün prompt yazmalıyıq ki, süni intellekt bizə düzgün cavab versin. Dördüncü modul bizdə olacaq. Copilot Chat ilə praktiki işlər. Hansı ki, gəlin keçək bu hissəyə. Biz burada araşdırma və kontentdən danışacağıq. Copilot Chatda necə araşdırma apara bilərik, mətnlər yaza bilərik. Yəni bu hissəyə qayıdaq. Burada daha detallı verilib. Okay. Fayllarla iş olacaq, vizuallaşdırma, kod istehsalı olacaq. Biz bunlardan danışacağıq. Ümumiyyətlə Copilot'ın ən üstün tərəflərindən biri gündəlik həyatımızda istifadə etdiyimiz ofis proqramları. Excel, Word, PowerPoint, sonra digərləri də var. OneNote olsun, sonra Teams istifadə edirik. Microsoft Teams'in içərisində Copilot var. Onların içərisində bunu ilkin olaraq necə istifadə edə bilərik? İlkin bir giriş verəcək. Düz irəliləyən indi digər modullarda sizə göstərəcəm. Daha detallı danışacaq. Burada ilkin bir giriş olacaq və ən vacib məsələlərdən biri təbii ki, məlumat təhlükəsizliyi məsələlərindən burada danışacağıq. Modul 4-ün mahiyyəti bu olacaq. Növbəti modulumuz biraz öncə danışdığım süni intellektin bu süni intellekt alətinin ən üstün tərəfi nədir? Bu süni intellekt alətinin qısa belə spoiler verəsi olsam, ən üstün tərəfi təbii ki, birbaşa bizim iş mühitimizin içərisində olmağıdır. Bəli, biz ayrıca bir button var, indi onu görəcəyik. Ayrıca bir düymə var. Biz Excel chartında onu görə bilirik, Word-də görə bilirik, PowerPoint-də görə bilirik və digər ofis proqramlarında. Baxın, modul 5-də biz həmin ofis proqramlarının içərisində Copilot necə istifadə edə bilərik? Siz təsəvvür eləyin, çox sadə və düzgün promptlar yazmaqla Excel-də istənilən datanı çox rahat analiz edə bilərik.
İstənilən mətni biz Word-da yazdıra bilərik, qısa icmal çıxartıra bilərik, istədiyimiz təqdimatı istədiyimiz formada hazırlaya bilərik. Bu tərz maraqlı кейslərimiz olacaq. Bu modulun mahiyyəti ondan ibarətdir və detallara bu modulda sizlərlə bir yerdə baxacağıq. Demək, 6-cı modul bizdə süni intellektin ən vacib özəlliklərindən biri agentlərdir. Agentlərlə bağlı danışacağıq. Agent sizin köməkçilərinizdir. Elə bilin ki, özünüzə bir köməkçi yaradırsınız, özünüzə bir işçi yaradırsınız. Necə düşünsün, hansı tərzdə düşünsün, düşünən zaman hansı fayllara, hansı mənbələrə istinad versin və onların hər birini siz yaradırsınız və sırf bizim modul altımızın mahiyyəti də bundan ibarətdir. Agent nədir? Gündəlik işimizdə necə istifadə olunur? Copilot'ın özünün düzəltdiyi, biz buna pre-built agentlər deyirik. Xüsusi agentlər var. Onlar barədə danışacağıq. Research agenti, analist agenti var, idea cost var və s. Bunlar Microsoft'un yaratdığı agentlərdir. Ondan ziyadə biz özümüz agentlər yarada bilərik. Hansı formada işləməyini özümüz tənzimləyirik. Onu necə yaradacağıq, onu necə dostlarımızla, ətraf mühitlə paylaşa bilərik. Onların hər birini detallı formada yaradıb işlədəcəyik. Bu bizim 6-cı modul oldu agentlərlə bağlı. Burada gördüyünüz kimi detalları mən qeyd etmişəm. 7-ci modul isə çox maraqlı və real dəyər yaradan bir moduldur. Hansı ki, bu modulda artıq biz kifayət qədər bir baza yığmış olacağıq. İstər süni intellektin chat hissəsi ilə bağlı, Work IQ ilə bağlı, Office proqramlarının daxilində işlə bağlı, agentlərlə bağlı və burada artıq Copilot-ı real insan resurslarında, IT komandalarında, satışda, marketinqdə necə istifadə edə bilərik? Detallı formada, xırda-xırda müxtəlif кейslərlə sizlərlə bir yerdə işləyəcəyik. Belə yoldaşlar, 7 moduldan ibarət olacaq dərsimiz. Düşünürəm ki, çox maraqlı olacaq, çox möhtəşəm olacaq. Çünki süni intellekt möhtəşəm bir şeydir. Əgərləri biz onu düzgün formada istifadə edə bilsək, inanılmaz dərəcədə işimizə dəyər qatacaq. Və qısa şəkildə bunu deyib yekunlaşdırmaq istəyirəm. Qorxmayın ki, süni intellekt sizi əvəz eləyəcək. Xeyr, elə bir şey yoxdur. Əslində mən hər zaman süni intellekti necə dəyərləndirirəm? Təsəvvür eləyin, sizin böyük bir otlaq sahəniz var və bu günə qədər siz onu oraqla lazımsız otları orada kəsirdiniz, amma bu gün sizə onu kəsmək üçün xüsusi bir avadanlıq, xüsusi bir traktor veriblər. Hansı ki, siz dünənə qədər, nə bilim, çox böyük bir sahəni bellə, lapatka ilə belləyirdinizsə, bu gün sizə traktor veriblər və siz o traktordan istifadəni bilmirsiniz. Bu traktor dediyimiz süni intellektdir. Əgər biz süni intellektdən düzgün istifadə qaydasını bilsək, yəni bu traktordan düzgün istifadə qaydasını bilsək, daha qısa müddətdə daha çox işlər görə bilərik. Yəni o bizi əvəz eləmir, əksinə o bizim işimizə asanlaşdırır, gücümüzə güc qatır. Belə, sağ olun dostlar, növbəti dərsdə görüşərik.